Hər kəs salamlayıram. Əziz xanımlar, fikriniz nədir? Bax 18, 20, 22 yaşlı qızlardır əlində elektron siqaret. Kafedə də çəkirlər, idman zalında da çəkirlər, işdə də çəkirlər. Bu sən elə bilirsən yaxşıdır. Danışanda deyirsən ki, siqaret çəkmirəm ki, bu tüstüdür də. Yox, o ondan da betərdir. İçinə 3 qram, 5 qram yağ tökürsən 20 min, 15 min tüstü verir sənə. Sən düşünürsən də özün fikirləş, bu necə tüstü verə bilər 5 qram yağ sənə? Sən özünü məhv eləyirsən axı. Sabah sən ailə quracaqsan. Bu uşaqlarda da görürsüz də sindrom xəstəliyi getdikcə artır. Sən yumurtalığı niyə məhv eləyirsən? Niyə yaşlı insan yumurtalığı kimi eləyirsən özünü? Əksəriyyətiniz anlayışı yoxdur deyə deyir mən neçə ildir çəkirəm də. Sən nə yatdın ki, nə də yuxu görəsən. Sən uşaqsan, sənin bəyən nə problemin var ki, sən elə bundan asılacaq olmusan. Deyir mənim rəfiqəm çəkir, mən də çəkirəm. Əksəriyyəti siqareti ağızdan alır, burundan çıxardır belə maraq üçün. Bəziləri indi yaşlı nəsil görməyib bunu. Soruşur uşaqdan, uşaq da deyir mama narahat olma, ziyanlı bir şey deyil, o da heç nə eləmir. Ziyanlı da ən pisi odur. Elə birinci elə bunu çəkirsən, sonra bu olmayanda keçirsən siqaret çəkirsən də. Bu vərdişdir də. Bax biz elə gənclərimizi bax belə məhv eləyirik də bu daxildən. Bunu konkret, bunu dostlar çəkməyin, ümumiyyətlə çəkməyin. Həmçinin də gənclərə də aiddir o oğlan xeyliqlarına. Bu da sənin üçün gələcəkdə sənə bilirsən nə qədər ziyan eləyir. Sən sabah ailə quracaqsan və s. Ondan sonra sənə lazımdır bütün günü düşəsən həkimlərə ki, ay uşaq olmadı, filan olmadı və s. Nəinki lap uşağı da qoyaq kənara. Sən özünün həyatını niyə qısaldırsan? Yaşa da həyatı, bundan gözəl həyat var. Yəni nəyin çatmır ki sənin? Çəkməyin əziz dostlar, konkret uzaq eləyin. Yəni başqa bir şeylə nümunə olun da, vacibdir o elektron siqaretlə. O nə olan şeydir o? Bir daha söylərəm ki, çalışın biraz özünüzü belə dəyərləndirin, öz sizə ayıran vaxtı, yəni onu qiymətləndirin. Bu dərəcədə yəni ucuz düşüncədə olmayın. Bir daha söylərəm ki, çalışın sağlamlığınızı qoruyasınız. Hər kəsə uğurlar.